Son vaxtlar qalmaqallı xəbərlərdən birisi də Samirə Əfəndinin Ermənistanla olan təmsilçiyə yüksək xal verməsi olub. Təbii ki, o xanım hamı yazır, hamı deyir, hamı iradını bildirir. En çok Akif Nağı bura münasibət bildirir. Akif Nağı da yeni müsavatda danışıb. O, Azad Vətən Partiyasının sədridir. Akif Nağı bəzi ifadələr işlədib Samirə Əfəndi ilə bağlı. Samirə Əfəndi də deyib ki, mən Akif Nağını məhkəməyə verəcəm. Yəqin ki, təzminatı da nəzərdə tutur. Akif Nağı deyib ki, özünü qazi qızı kimi təqdim edir. Təbii ki, qazi qızıdır. Deyib ki, mən buna şübhə edirəm də, yəni qazi qızı, döyüşçü qızı, nə bilim, belə olur da şəhidin qızı bunları etməməlidir. Hansısa bir Ermənistandan olan erməni musiqiçisinə, erməni müğənnisinə belə 12 bal verib. Demək, müsabiqə keçirib Qazaxıstan paytaxtı Astana şəhərində beynəlxalq musiqi müsabiqəsində Azərbaycanı münsiflər heyətində təmsil edən müğənni Samirə Əfəndi Ermənistan iştirakçısı Saro Gevorgyana 12 bal verib, sonra da onu qucaqlayaraq öpüb, uğurlar arzulayıb, təbrik edib, digər nələr. Düzdür, Samirə o da bəzi ifadələr işlədir ki, düz etmirlər, məni təhqir edirlər, yorumlar yazırlar filan. Samirə xanım, bilirsiniz necədir? Siz orada kiminsə evinə gedib oturub, ona xoş sözlər demirsiniz. Siz böyük bir müsabiqədə əyləşmişsiniz, orada Azərbaycanın bayrağı var, orada Azərbaycanın adı var, çəkilir. Siz Azərbaycanı təmsil edirsiniz, burada heç kimi suçlu çıxartmayın. Yenə də deyirəm, siz erməninin evinə gedin, erməninin evində çörək yiyin, çay için, nə edirsiniz, edin. Lap ona məsəl üçün üzr istəyirəm də, sevgili də ola bilərsiniz, nişanlana da bilərsiniz. Amma burada məhz siz Azərbaycanı təmsil etdiyinizə görə insanların sizə etdiyi reaksiya, mən düşünürəm ki, yumuşaq cavab verməlisiniz. Heç kimi məhkəmənə, nə bilim, digər nələrlə qorxulmaq lazım deyil. Yenə deyirəm, bu sizin şəxsi işiniz olsaydı, təbii ki, bizim heç birimiz buna qarışa bilməzdik. Amma bu, orada siz əyləşmişsiniz və orada Azərbaycan bayrağı yerlənir və Azərbaycanın adı çəkilir.